18-ci sual. Ünsiyyət testi nəticəsində kiçik uşaqların psixi və fiziki inkişafındakı mənfi təsir necə adlanır? A. Hospitalizm, B. İnfantilizm, C. Retridantlıq, D. Akselerantlıq, E. Reduksionizm. Bizim düzgün cavabımız A variantıdır. Ünsiyyət testimiz burada hospitalizm adlanır. Bu isə Bu isə uşaq 2-3 aylığında onunla ünsiyyətdə olan adamlara müəyyən münasibət bəsləməyə başladığı dövrdə onları gördükdə üzündə təbəssüm yaranır, sürətli əl-qol hərəkət edir. Ayaqları da bu canlanmaya qoşulur. Uşağın bu cür hərəkətlərini adətən canlanma kompleksi adlandırırlar. Əgər uşaqlar bu dövrdə anadan ayrı düşər, uşaq evinə və ya doğum evlərində qalarsa, onlarda psixoloji inkişaf ləngiməsi başlayır. Onlar 9-10 aylığa qədər sakit, süs, bir nöqtəyə yönələn baxışlara sahib olurlar ki, buna da hospitalizm deyilir. Növbəti sualımız. Perseptiv ünsiyyət nədir? A bəndi insanların bir-birinə laqeyd qalmaması, B bəndi insanların bir-birini duyması, C bəndi insanların bir-birini qavraması, D bəndi insanların bir-birini düşünməsi, Y bəndi insanlar arasında mehribançılığın olması. Burada persepsiya dedikdə biz qavramanı əsas götürürük. Perception sözündən. Yəni, perseptiv ünsiyyət insanların bir-birini qavraması anlamındadır. Ünsiyyətin tərəflərinə uyğun olanları seçin. Ünsiyyət informasiya mübadiləsi kimi demişdik, bu kommunikativ tərəfidir. Daha sonra gəlir. Qarşılıqlı təsir varsa, əgər ünsiyyət qarşılıqlı təsir prosesidirsə, interaktiv və biraz öncə dediyimiz kimi ünsiyyət insanların bir-birini anlaması və qavramasıdırsa, burada bir persepsiyadan, perseptivdən söhbət gedir. Deməli, 1A 1A, 2B, 3C düzgün variantımız Y variantı. Hələ ki, bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm. Bu arada onu da qeyd edim ki, imtahanlarda ünsiyyət mövzusundan həm situasiya tipli, həm də nəzəri tipli istifadə olunur. Situasiya tipli oxuduğunuz mövzuları sadəcə olaraq situasiyaya tətbiq edirlər. Nəzəri tipli isə daha diqqətli olmalı olduğunuz yerlər, ünsiyyətin funksiyaları, ünsiyyət haqqında, ünsiyyət nəyə deyilir, daha sonra ünsiyyətin hansı növləri var və növlərinin də öz növləri. Biz dedik xarici, daxilidir, sonra xarici nitq hansı növlərə bölünür bu formada. Kommunikator, resipient bunlardan daha çox istifadə olunur.